Sosial şəbəkələrdə yayılan hər məlumat həqiqəti əks etdirmir. Xüsusilə də məqsədli şəkildə dövriyyəyə buraxılan paylaşımlar olduqda. Son araşdırmalarda göstərir ki, Azərbaycan dövlət qurumlarını hədəfə alan bəzi səhifələrin fəaliyyəti təsadüfi xarakter daşımır. Söhbət Facebook və TikTok platformalarında aktiv olan özünü müstəqil informasiya mənbəyi kimi təqdim edən bəzi saxtakar hesablardan gedir. Əsas məqsədi informasiya məkanında çaşqınlıq yaratmaq, ictimai rəyə təsir göstərmək və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmaq olan bu cür səhifələrin yaratdıqları bu hallar təkcə sosial şəbəkə aktivliyi yox, informasiya təhlükəsizliyi məsələsi kimi də qiymətləndirilir. Sosial şəbəkələrdə Azərbaycan dövlət qurumlarına hədəf alan bəzi səhifələrin fəaliyyəti diqqət mərkəzinə düşüb. Yayılan məlumatlara görə Azərbaycanın dövlət qurumları barədə Facebook sosial şəbəkəsində əsassız paylaşımlar edən Palitra hesabı və ona bağlı TikTokda Palitra News 1 adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib. Məlum olub ki, həmin hesab İrəvan şəhəri Sarkisyan prospekti ev 6 ünvanında yaşayan Edgar Qazaryan və Olga Smabatyan adlı şəxslərin istifadəsindədir. Mütəxəssislər hesab edirlər ki, bu cür səhifələr vasitəsilə Azərbaycana qarşı sistemli informasiya təsiri formalaşdırılmağa çalışılır. Dezinformasiya yayan bu şəbəkəyə bağlı bəzi bloger və kontent istehsalçılarının fəaliyyəti də ayrıca diqqət tələb edir. Onların əsas funksiyası ictimai rəyə təsir göstərmək, dövlət institutlarına etimadı sarsıtmaq və cəmiyyətdə şübhə mühiti yaratmaqdır. İstisna olunmur ki, bu proseslər regionda sülh gündəminin müzakirə olunduğu bir dövrdə xüsusən diqqət çəkir. Rəsmi bəyanatlarda dialoq və normallaşma mesajları verilsə də, informasiya məkanında tamamilə fərqli bir mənzərənin formalaşdırılması qəbul olunmazdı. Sülh ilə bağlı önəmli addımların atıldığı bir dövrdə burada sülhü istəməyən, qəsdən bu cür səhifələr yaratmaqla nifaq salmaq, nifrət toxumunu səpmək və ölkəmizin təməllərini sarsıtmaq istəyən qüvvələr kənarda da, Ermənistandan uzaqda da, ayrı-ayrı coğrafiyalarda da ola bilər. Yəni, bütün bu materiallar ciddi şəkildə araşdırılmalıdır. Mütəxəssislər hesab edirlər ki, belə hallara qarşı ən effektiv vasitə şəffaf araşdırma, faktların açıq şəkildə ictimaiyyətə təqdim olunması və dezinformasiyanın vaxtında ifşa edilməsidir. Çünki informasiya cəbhəsində səssizlik bu cür kampaniyaların təsir imkanlarını daha da artırır.